Salam uşaqlar, bugünkü dərsimiz Səfəv dövlətinin ictimai-iqtisadi həyatıdır. Başlayaq dərsə Səfəv dövlətinin torpaq mülkiyyətlərinin əsas formaları divan və xalisə idi. İlk Səfəv uşaqlarının irsi torpaq olan soyğalı ləğv edərək onlara əvəzən tüyül paylanma başladılar. Bunun səbəbi isə bunlar idi. Soyğalın paylanması mərkəzi hakimiyyəti zəiflədirdi və dövlətin nəzarətində olan bərəkətli torpaqlar fondunu azaldırdı. Bu isə xəzinə gəlirinin azalmasına gətirib çıxardı. Torpaq mülkiyyət formalarına baxaq Səfəv dövründə. Birinci divan idi. Divan nə idi? Dövlətə məxsus torpaq idi. Bu torpaqda əldə olunan bütün gəlirlər dövlət xərclərinin ödənilməsinə xidmət edirdi. Daha sonra xalisə var idi, yəni xas torpaqlar, şah və onun ailəsinə məxsus torpaqlar idi. Gəlirləri xəzinəyə göndərilir, şahın razılığı ilə mühüm məsələlərə yönləndirilirdi. Daha sonra soyğal var idi, ləğv edilsə də məhdud şəkildə məşhur seyidlərə, dərvişlərə və elm xadimlərinə verilirdi. Daha sonra tüyül var idi. Hərbi mülki xidmətə görə verilən şərt torpaq mülkiyyətidir. Yalnız şahın fərmanı ilə icazəsi ilə irsi olaraq köçə bilərdi və sahibi tüyüllər adlanırdı. Bu tüyüllər torpaq dövlət xəzinəsinə vergi verirdilər. Diqqətlə yadda saxlayaq. Yəni, tüyülün iqtadan, soyğaldan fərqi odur, yalnız şahın icazəsi ilə irs keçə bilərdi. Daha sonra baxırıq, mülk var idi, feodallara məxsus irs torpaqlar idi. Vəqf var idi, məscidlərə və ruhani məxsus torpaqlar idi və icma torpaqları, yəni cəmaət torpaqları kənd təsərrüfatında istifadə edildiyi üçün torpaq bu formada adlanırdı və əsasən kəndlilərə verilirdi. Daha sonra Səfəvlər dövründə vergi sisteminə baxaq və təbəqələşməyə baxaq. Vergi sistemi bunlar idi. 1565-ci ildə Şah 1. Təhmasibin imzaladığı fərmana əsasən Monqol dövründən qalan və uzun əsəni ləğv etmək istəyərək hərəkətə keçdiyi, lakin ləğv edə bilmədiyi tamğa vergisi ləğv edildi. Bu 16-cı əsrin ikinci əsrində sənətkarlıq və ticarətin inkişafına müsbət təsir göstərdi. Səfəv dövründə Azərbaycanda 35-ə qədər vergi növləri var idi. Bir ikisini misal göstərək. Mal cəhət, bəhrə, cizyə, çoban bəyə, bağbaşı və tamğa kimi vergilər var idi. Tamğaçı dedik bayaq ləğv olundu 1565-də. Mal cəhət nə idi? 17-ci əsrin ikinci yarısında Səfəv dövlətinə əsas vergi idi. Bu vergi kəndlilər tərəfindən natural formada, yəni düyü, arpa, buğda bu formada verilirdi. Bir hissəsi torpaq sahibləri, bir hissəsi dövlətə vergi verirdi bu. Mal cəhət vergisinin əsası bundan ibarət idi. Dövlət iqtisadi cəhətdən zəifləyib müflisləşdikcə, yəni kasıbladıqca mal cəhətin həcmi daha artırdı. İndi Səfəvi dövründə hakimiyyətin ilk dövründə əhalinin həyatını yüngülləşdirmək üçün bəzi tədbirlərə əl atıldı. Bunlar hansılar idi? Bəzi vergilər azaldıldı, bəziləri isə tamamilə ləğv edildi. Mal cəhətin miqdarı azaldılaraq məhsulun altıda bir həcminə endirildi. Bundan əlavə Şah 1. Abbasın vergi sahəsində öz başçılarının qarşısına almaq üçün bəzi tədbirlər görmüş və bunu bacarmışdı. Bəzi şəhərlər isə vergidən azad etmişdi. Vergi islahatına Şah Sultan Hüseyin də cəhd etmişdi. Vergi verən bütün kəndlilər rəiyyət adlanırdı. Kəndlər dövlət və feodal üçün pulsuz işləməsi isə biyar adlanırdı. Bu isə biz gələcək dərslərimizdə daha geniş keçəcəyik. 17-ci, 16-cı əsrlərdə Səfəvi dövlətində hakim təbəqələr, yəni feodal zümrəsi 3 qrupa bölünürdü. Bunlar birinci olaraq hərbi əyanlar idi. Əsasən qızılbaş tayfaları başçılarından ibarətdir və idarə sisteminə mühüm mövqeyə malik idilər. Ali şiə ruhaniləri var idi. İdarəetmədə böyük nüfuza malik idilər və onlara 17-ci əsrdə sədr başçılıq etməyə başlamışdı. Məmurlar və yerli əyanlar var idi. Yerli idarə sisteminə işləyən mülki əyanlar sayılırdı. İndi 17 və 18-ci əsrlərdə formalaşmış kəndli qruplarına baxaq. Rəiyyət var idi, iş heyvanları və istehsal aləti olan feodal aldığı torpağı özü becərən kəndli idi. Rəncbər var idi, torpağın təsərrüfatı olmayan, yardımcı kənd təsərrüfatında işləyən insanlar və məşğuliyyəti olmayan yoxsul kəndlilər idi. Bir də elat var idi. Elat nə idi? Yaylaq və qışlaq mallarına məşğul olan yarımköçərli əhalidir. Orada xidmət etdiyi üçün az vergi ödəyir, yaxud da heç vergi ödəmirdilər. İndi köçək o birisi başlığa. 16-cı əsrin ikinci yarısı və 17-ci əsrdə Azərbaycanda şəhərlərin əsas məşğuliyyəti, yəni şəhər əhalisinin əsas məşğuliyyəti əkin sinfi və maldarlıq idi. 17-ci əsrin ortalarında türk Səyyahiyyə Çələbi Şirvanda çəltik, pambıq, üzüm yetişdirdiyi haqqında məlumat vermişdi. Bundan əlavə şəhərlərin ticari inkişafının və iqtisadi cəhətdən geriləməsinin səbəbləri bunlar idi və tənəzzülün səbəbi bunlar idi. Səfəv Osmanlı müharibələri, feodal daxili müharibələr idi. İndi 17-ci, 16-cı əsrdə Səfəv şəhərlərinə baxaq. Məsələn, Ərdəbil şəhəri Səfəv dövlətinin dini mərkəzi və müqəddəs şəhəri sayıldı. Azərbaycanın ən böyük, Səfəv isə ikinci şəhəri hesab olunur. Daha sonra Təbriz şəhəri vardı. Hakimləri Səfəv ordusunun baş komandanın vəzifəsini icra edirdilər. 17-ci əsrin sonuna qədər, hələ 15-ci əsrdə Ağqoyunlu Həsən Padşahın əmri ilə şəhərdə inşa edilmiş Asiyanın ən böyük örtülü bazarı olan Qeysəriyyə bazarı da bu dövrdə bərpa edilmişdi. 1555-ci ildə paytaxt Təbrizdən Qəzvinə
köçürülməsi şəhərin iqtisadi inkişafına mənfi təsir göstərən amillərdən idi. Ərəş var idi 16-cı əsrdə İngilis tacirləri Cənubi Qafqazın ən böyük ipəkçilik mərkəzi adlandırmışdı. Şamaxı şəhəri var idi, Şirvanın iqtisadi və siyasi mərkəzi idi. Səfəv dövlətinə birləşdikdən sonrasında Şirvan bəylərbəyin paytaxtı yüksək keyfiyyətli ipəyi ilə məşhur idi. Beyləqan var idi, bir müddət Səlcuq sənətçinin mərkəzi olmuş və Monqol işçilərinin səsində dağıdılmış və özünə gələ bilməmişdi. Dərbənd var idi, 15-ci əsrə qədər Azərbaycanın ən böyük şəhər liman şəhəri, strateji qalası, kətan və pamuk parçaları ilə məşhur idi. Bakı şəhəri var idi, Səfəv dövlətinin dövründə Xəzər dənizinin əsas liman şəhəri hesab olunurdu. Naxçıvan var idi, Səfəv Osmanlı müharibəsi zamanı bir neçə dağıdılmış, əhalisi Şah 1. Abbas tərəfindən ölkənin daxillərinə doğru köçürülmüşdü. Bundan başqa Gəncə şəhəri var. Gəncə şəhəri Səlcuq canişini və Qarabağ bəylərbəyinin mərkəzi, Səfəvlərin iri şəhərlərindən biri, ipəkçilik və silah istehsalı mərkəzi olmuş, İslam dünyası ilə xristianlıq dünyası arasında mühüm strateji qala rolunu oynayırdı. İspaniyaya gedən Səfəv diplomatı Orud bəy Bayat Gəncə şəhərində 50.000 əhalinin yaşadığını qeyd etmişdir. İndi başlayaq 13 və 14-cü əsrlərdə Monqol işğalı dövründə sənətkarlar əxri adlanan sənətkar birini yaradaraq özlərini xanların, feodalların təzyiqindən qoruyurdular. 17-ci əsrin yaradılan sənətkar birliyi isə əsnaf adlanırdı. Şəhərlərdə tacirlərə başçılıq edən məlik tüccar tacirlər arasında sağlam rəqabət yaratması üçün nəzarət edir və dövlətə vergilərini bölüşdürürdü. İndi 17-ci əsrin ikinci yarısında sənətkarlar qruplarına baxaq. Sənətkar təşkilatında birləşənlər bu birinci qrup idi. Müstəqil fəaliyyət göstərənlər bu ikinci qrup idi. Üçüncü qrup isə feodal əməkdaşlığında çalışanlar idi. Feodallara həm də dövlətə vergi verdilər. Bu hissəni yadda saxlayaq. Feodal əməkdaşlıqlarda çalışan sənətkarlar həm feodala, həm də dövlətə vergi verirdilər. 16 və 17-ci əsrdə Azərbaycanda gəldilər. Kimlər idi bunlar? Hansı sayaqlar idi və hansı şirkətləri, tacirləri idi? İngiltərənin Osli şirkəti tacirləri və İngiltərənin Moskva şirkətinin tacirləri idi. Moskva şirkəti 1555-ci ildə yaradılmışdı. Məqsədi Volqa Xəzər ticarət yolu ilə Səfəv dövləti Hindistan ticarətini birləşdirmək idi. Birinci Səhəm Asibin dövründə İngilislərin Moskva şirkəti ilə Səfəv arasında ipəyin satışı barədə müqavilə imzalamışdı və 16-cı əsrdə ortalarında İngiltərə Moskva ticarət şirkətinin nümayəndəsi olan Antoni Jenkinsonu Xəzər dənizi vasitəsilə Cənubi Qafqaza, Orta Asiya və Hindistana gedən yolları öyrənmək üçün Azərbaycana göndərmişdi. Jenkinson Şirvana gələrək Şirvan bəylərbəyi Abdullah ustası görmüşsüz maneəsiz ticarət imtiyazı almışdı. Lakin 16-cı əsrin sonunda İngilis tacirlərinin Azərbaycana möhkəmləyə cəhdləri aşağıdakı səbəblərə görə iflasa uğradı. Rusiyanın buna narazı olması Rus tacirlərinin şərqə ticari vasitəsi tanıtması idi. Qeyd, burada bir qeyd verilib. Səfəv hakimiyyət dövründə Rusiya çarları 4-cü İvan Rus tacirlərinin narazılarına cavab vermədiyi üçün, yəni narazılıqları baş verdiyi üçün də, yəni onların mənafeyinə uyğun olmadığı üçün İngilislərin Moskva şirkətini neyinir? Fəaliyyətini öz ölkəsində dayandırır. Şah 2. Abbasi, Şah Süleyman dəfələrlə Səfəvləri Osmanlı ilə müharibəyə çəkilməyə çalışan elçilərlə məyus etmişdi. Yəni bunun dövründə Avropadan bura göndərilən bəzi elçilər var idi, Səfəv Osmanlı barəsində yenidən başlasın deyə, lakin həm Şah 2. Abbas, həm də Şah Süleyman dövründə bu elçilər məyus formada geri qaytarılmışdır. 17-ci əsrdə Rusiya ilə iqtisadi və ticari əlaqələr genişləndi. Ruslar Azərbaycanın bəhrəli satış bazarı kimi baxır və tacirlərin Şirvana xüsusi əhəmiyyət verirdilər. Bu dövrdə Rusiyadan Azərbaycana gətirilirdi. Xəzləri, mis, qalay və kağız, Rusiyaya isə aparıldı. İpək parçaları, yun və ipək Çalahaya aparılırdı. Bəhs edilən dövrdə hindlilərin Azərbaycana daimi məskənləri də var idi. Bunlar Azərbaycanın Hindistana daimi ticarət məskənləri var idi. Bunu gələcək dərslərimizdə mədən abidələri keçəcəyik. Bundan da əlavə biz Azərbaycandan Hindistana aparılan xam ipək parça, neft və zəfəran, Hindistandan Azərbaycana gətirilirsə dərmanlar və dərman otları. İndi şəhərlərimizə baxaq, qədim dövrdəki şəhərlərimizə. Bunlar hansılar idi? Adından göründüyü kimi Dərbənd şəhəri, Bakı şəhəri, Şamaxı şəhəri, Gəncə şəhəri, Bərdə şəhəri, Naxçıvan, Tiflisi misal göstərə bilərik. Səfəv dövründə o şəhərlər biraz qədim şəhərlərdir. Məsələn, Təbriz şəhərini deyə bilərik, Ərdəbili deyə bilərik, dini mərkəzidir, Həmədanı deyə bilərik, Qəzvini deyə bilərik. Yəni bu şəhərlər Azərbaycanın qədim şəhərləri idi. Bizə Səfəv dövründə lazım olan isə biz dediyimiz kimi adları burada çəkilən şəhərlər idi. Məsələn, ona biz Ərdəbil şəhərini misal göstərdik, Dərbəndi, Bakı şəhərini, Şamaxı şəhərini, Gəncə şəhərini, Naxçıvan şəhərini, Təbriz şəhərini,
Bunları misal göstərdik. Bunlar Səfəv dövründə Azərbaycan ərazisində, yəni Azərbaycana məxsus olan ərazilər idi və bu əraziləri biz dedik ki, mühüm şəhərlərindən hesab olunurdu Səfəvilərin. Dərsimiz bu qədərdir. Ümidvaram sizin üçün faydalı olacaqdır. Oldu, çox sağ olun.